Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsir vilayətindəki güclü zəlzələ ilə bağlı prosesi nəzarətə götürüb. Yeni Sabah.az məlumat verir ki, Türkiyə lideri bu haqda X hesabında paylaşım edib. Başda AFAD olmaqla aidiyyatı qurumlarımız sahədə araşdırma və nəzarət işlərini böyük diqqətlə davam etdirirlər. Biz də prosesi yaxından izləyirik deyə Ərdoğan bildirib. Qeyd edək ki, Türkiyənin Balıkəsir vilayətində 6,1 magnitudalı zəlzələ baş verib. Məlumata görə zəlzələ nəticəsində bir neçə binada dağıntı qeydə alınıb. Zəlzələ nəticəsində 3 bina və 1 mağaza uçub. Nazirin sözlərinə görə həmin binalar istifadəsiz olub. Dağıntılar nəticəsində hər hansı canlı tələfatı qeydə alınmayıb. Nazir hazırda ərazidə araşdırma aparıldığını, dağıntı və tələfat barədə isə yaxın saatlarda ətraflı məlumat veriləcəyini deyib. Balıkəsirin Sındırğı bölgəsində baş verən və ətraf vilayətlərdə də hiss olunan 6,1 bal gücündə zəlzələ ilə bağlı Fövqəladə Halların İdarə Olunması İdarəsi və aidiyyatı qurumlarımızın bütün komandaları dərhal sahə araşdırmalarına başlayıblar. Hadisənin gedişatını yaxından izləyirik. Zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun deyirik deyə məlumatda bildirilib.